Malik ibn Dinar rahiməhullah çox dərin hikmətli bir söz söyləmişdir. İnsanların halı quşlarınki kimidir. Göyərçinlər göyərçinlərlə, qarğalar qarğalarla, ördəklər ördəklərlə, sərçələr sərçələrlə birlikdədirlər. Bax beləcə, insanlar da özləri kimilərlə dostluq edərlər. Bu məsələ ilə bağlı birinci məqam fitri uyğunluqdur. Allah Teala bu kainatı nizam və uyğunluq üzərində yaratmışdır. Necə ki, hər quş növü öz cinsinə meyl edər, eləcə də insanlar əxlaqına, düşüncəsinə və iman halına uyğun olanlarla yaxınlıq qururlar. Salih insan salihlərlə rahatlıq tapar, günahkar günahkarla ünsiyyəti asan görər, zikri sevən zikr əhli ilə, qeybəti sevən qeybət əhli ilə olar. Bu hal qəlblərin bir-birini tanımasıdır. İkinci məqam budur ki, dostluq qəlbin güzgüsüdür. İnsanın kim olduğunu bilmək istəyirsənsə, dostlarına bax. Çünki dost əxlaqı formalaşdırar, düşüncəni dəyişdirər, ya səni Allaha yaxınlaşdırar, ya da ondan uzaqlaşdırar. Rəsulullah sallallahu aleyhi və səlləm buyurmuşdur, İnsan dostunun dini üzərindədir. Elə isə kiminlə dostluq etdiyinizə diqqət edin. Üçüncü məqam belədir ki, yaxşı dost nemət, pis dost bəladır. Yaxşı dost səni namaza çağırar, günahdan çəkindirər, axirəti xatırladar, dar gündə səni tək qoymaz, pis dostu isə günahı bəzəyər, haramı yüngül göstərər, tövbəni təxirə salar, axirəti unutdurar. Qurani Kərimdə buyurulur, o gün zalım kimsə əllərini dişləyərək deyəcək, vay halıma, kaş ki filan kəslə dost olmayaydım. Furqan surəsi 28-ci ayət. Sən öncə özünü islah et ki, dostun da sənin yanında islah olsun. Çünki sən dəyişsən, çevrən də dəyişər. Qəlbin təmizlənsə, salihlər sənə yaxınlaşar. Günahdan uzaqlaşsan, günah əhli səndən uzaq durar. Bu, Allahın qoyduğu ilahi qanundur. Ey qardaşım, ey bacım, özünə sual ver. Mən kimlə oturub dururam? Kimlə gülürəm? Kimlə dərdimi bölüşürəm? Çünki sabah axirətdə də onlarla birlikdə olacaqsan. Rəsulullah sallallahu aleyhi və səlləm buyurur, İnsan sevdiyi ilə bərabərdir. Allahım, bizə səni sevənləri sevdir. Bizi salihlərlə yoldaş et. Pis dostlardan və qəlbi öldürən məclislərdən uzaq tut. Bizi sənə yaxınlaşdıran dostlarla bərabər et. Allahümmə amin.